Qaqa, bu zonada qalırsan? Yox qardaşım, istəməm bağışlayın. Buzovnada bir dənə xala var. Neçə gündür diriyib ki, gəl görüm səni. Mən də işdən gücdən vaxt verib gedəmirdim. İndi müəllim sağ olsun. Yedirib sirib. Mən də dedim gedim mən bir xalanı görüm. Həm də biraz dincəlim də. Malades ürəyim qurban. Kişi gərək daim döyüş bölgəsində, cəbhələrdə vuruşsun ki, paslanmasın. Nə vacı olur, özün bilirsən. Mən paslanmaram, xala özü paslanır biraz. Bu, neçə yaş var ki? 67. Xala nədir da? Da denən nənəymiş ki. Bacı oğlu, cavan oğlansan, özünü çöldən tapsan, nə olur? Gedib nənədən niyə yapışırsan, başına qız qəyətdir. Xala o dünyaya getməmiş son arzusunu həyata keçirdir də. Bundan da sözlər çıxır, sənin. Yox, qardaşım, nənəni neynəyəcəm mən? Yaşlıdılar vaxt. İndi olsun baba imkanı var da. Hər şeyi keçirəcəm adıma. Ondan sonra vur çatlasın, çal oynasın. Bayaqdan deyirəm. Mənim buna niyə qanım belə qaynayır sənin? Kişi adamsan. Bacı oğlu, indi söz açılıb deyə deyirəm. O vaxt arvad alanda avaranın biri idi. Dəcəl xata, ipə sapada da yatmırdı. Sağ olsun, qaynatam hər bir şərait yaratdı. Ev, eşik, maşın. İndi bu acından gün orta duranlar eşdirəm orada-burada malaq eləyir ki, Rəhman qaynata şatına fırlanır. Bacı oğlu, mənim bir əlim ballı, bir əlim yağda olandan sonra kiminlə burcununa da bu pul hardan gəlir? Eşk yox. Eşk. Ona görə də düz yoldasan. Gəl elə bacı oğlu. İntihas sənin yolun biraz uzundar olur. Niyə? Kimlənsə evlən, bütün ömrü ondan sürür ki, nə var qaynatam hər şeyi həll edəcək. Mənimki çox sadədir. Arvad benim buradadır, sabah torpağın altıdır. Ondan sonra istədiyim qızla, ürəyim istədiyi kimi yaşayacam. Qız da bilir məsələni. Bə nədir? Qızı da başa salmışam ki, uzaq keçir ləzzəti var da. Çəkirsən, sonra bəy balası kimi yaşayırsan. Eşidirsən misi? Yox, gözünə su ver. Biz də deyirik, ağlımız işləyirsən. Yox, indiki cavanlar bizdən fərəsətdir. Sən, ver baxı, bacı olur. Bir dənə iş sən deyən kimi olmadı da, bu 2-3 il arvad ölmədi, nə arasın? İşin niyə ölmür? Yaşlı arvaddır. Hər an başına görünməz qaza gələ bilər. Bilmədin nətər? Sən apasın adamsan sən. Allah. Gərək o vaxt mən də heyl eləyəydim. Bacı oğlu, inan, 21 ildir arvadın vır-havırı təmiz bir yerimi xarab eləyib. O boyda Qarabağ işğaldan azad oldu, dayın hələ də işğal altındadır. Vallahi onu bilirəm ki, hansı işlə əlləşsən əlləş, nəsə eləmək illər çəkir. De ayıq sürücü. 2 ildir işləyirəm, qırağı qəpik datmaq olmur. Amma xala sağ olsun, lazım oldu istirahət aparır, lazım oldu pul xərcləyir. De o gün getmişdik Qubaya. Salmasaq da qardaş? Qardaş, narahat olma. Biraz ehtiyatlı ol istəyirsən Allah. Normal otel, jacuzzi, kanat, da ürəyin nə istəyir? Qaqa, dedim, o xalanın neçə yaşı var? 67. Zona da harada olur? Ayna Sultanova küçəsi var orada. Adı nədir? Tənzilə nə olub ki? Səni yaxşı qurtardıq, Nə olub, Heç niyə bir dostum var, dedim, bir dənə onun anası olar. Hansı dost? Sən tanımırsan. Qaqa, düzgün mən başa düşək, insanlıqdan bir də görsən üz-üzə gəlir, yaxşı deyil. Amma belə keyf elə. Allah düz deyirsən qardaş, inan ölüb yerə girərdim. Deyək, 67 yaşlı nənə ilə mirasına görə görüşsən də. Görək də, bizə bu işləri düzü qoşana kimi ölməsin, qalan asandır. Evi keçirəcəm adıma, ondan sonra Əzraili bilə hörmət edəcəm ki, xalanı tokdan çıxartmaq vaxtıdır. Bu Əzrailin başını bıraq, gör nə deyirəm. Bacı oğlu, pasteli nətərdir? Yaşlı olmağına baxmayıb, canı hələ suludur. Bilirsən nə hoqqalar verir? Mənə. Deyiləsdir. Özdə zalım qızı doyumaq bilmir. Ta denən rəhmətliyin ayfın səndən alır ki, Ma bax, bu arvadın bir zürriyyəti, oğlu uşağı yoxdur. Birdən işinə pəl vurarlar, ona görə deyil. Pox yiyirlər. Hər şeyi düz qoş eləmişəm. Evi keçirəcəm adıma, ondan sonra görün nə qələt edirlər. Düz eləyirsən, bacı oğlu. Çalış, qırqızılı da fırladı. Özdə sağ söz deyirəm,
Belə qoca arvadların əlinə sənin kimi belə sütlü uşaqlar düşəndə nə desən eləyəcək. Çalış ki, uşaqlarına bir qəpik də saxlama. Belə boynu yoğunlara nə desən az. 100%. Adam gərək anası ilə maraqlana da. Belə şey olar. Qaqa, buradan dönürdük. Hə qardaş, buradan soladan zəhmət olmasa biraz qabaqda saxlayarsan.